şeytanı insan can verəndə görər. Şeytan da qoşunu ilə düşər can verən insanın üstünə. Yəni adi vaxt biri gələrdi, ikisi gələrdi insana vəsvəsə eləməyə. Can verəndə insan artıq şeytan bir dənə, iki dənə, 5 dənəsi, 10 dənəsi gəlməz. Buyurur, bütün qoşunu ilə şeytan insanı can verən insanın üstünə tökülər. Bütün qoşunu ilə gələr. Niyə? Çünki o da axırıncı andır da, orada nə eləyə bildi. Əvvəl fürsət var idi, ona görə yavaş-yavaş vəsvəsə edirdi. İndi də bu an sonuncudur. Burada ya Allah istəyən kimi ölüb gedəcək, ya şeytan istəyən kimi ölüb gedəcək. Orada bütün qoşunu ilə gələr. Çox çətin bir şeydir ya. Təsəvvür edin, gün ərzində tək-tək vəsvəsə edir insana. İnsan aldanır o vəsvəsəyə. Can verəndə bütün qoşunu ilə gələr və nə qədər vəsvəsə eləmək mümkündürsə, onun hamısını yoxlayar. Gör, o an aldanmamaq necə olar görəsən. Həmin an Allah insanın əlindən tutması çox çətin bir şeydir.